Həkim gigiyenist uşaq və yeniyetmələrin gigiyenası üzrə hansı qanunlara əsaslanır? Uşaq müəssisələrində də nəzarət müvafiq qanunlara və qərarlara uyğun aparılır. Əksər uşaq müəssisələri dövlət tabeli olduğuna görə onlarda yoxlamalar planlı şəkildə aparılır. Uşaq müəssisələrinin binalarının tikintisindən başlayaraq istismara verilməsinə qədər orada uşaqların sayından asılı olaraq otaqların ölçülərinə, təbii və süni işıqlandırılmasına, isidilmə və ventilyasiya, su təchizatı və kanalizasiya sistemlərinə və digər gigiyena qaydalarına nəzarət aparılır. Həmçinin nəzarət uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərinin, onlara göstərilən tibbi sanitariya xidmətinin, sanitariya məişət təminatının, əmək və istirahət şəraitinin təmin olunması istiqamətində aparılır. Həkimlərimiz uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədi ilə kompleks profilaktika, diaqnostika və müalicə sağlamlaşdırıcı tədbirlərdən ibarət müşahidələr aparır.